Yosifə xanım cavab verməmişdən öncə bir şey demək istəyirəm ki, deyir ki, 1 yaşında uşaq normal idi. Bəli, tərcümə eləmişəm. İlk öncə mən onu bildirim ki, deməli, əgər uşağın yəni başında, beynində, beynin hansısa bir bölgəsində bir problem yoxdursa, üzvü bir problem yoxdursa, hansısa bir stressdən o zədələnə bilməz. Yəqin ki, uşağın o beynində o hansısa bir nitqə, bəli, belə deyim də nitqə və yaxud da ki, başqa digər, belə deyim də, kognitiv tərəfdən cavab verən bölgələrə, belə deyim də, cavab verən bölgələrdə problem olub, bu əvvəlcədən var. Sadəcə o stress, bu şərait ona təkan yaradır, əlverişli şərait yaradır. Amma deyir, söz deyirmiş. O stressdən sonra o kəlmə kəsmir. Əvvəlcədən həmin uşaqda problem də olur. Çox zaman və psixoloji ədəbiyyatlarda yazılan bir şeyləri deyirəm sizə ki, yəni boşu-boşuna mən kiməsə, tutaq ki, ailədə 5 uşaq var, 5 uşaq böyüyür, bu 5 uşağın atası eynidir də, anası da eynidir, ata çox qəddardır. O uşağın 3-ü çox ağıllı, savadlı, gedir həyatını qurur. İkisi də gedir başqa digər, yəni xoşa gəlməz işlərlə məşğul olur və yaxud da xəstələnir. Niyə? Çünki bunların hər birinin özünün o mərkəzi sinir sisteminin xüsusiyyəti ilə bağlıdır ki, onun özündə bir zədə olmasa, problem olmasa, şərait ona təkan yaradır. Ona autizm demək olarmı? Ответьте, пожалуйста. Смотрите, если это действительно как бы отец что-то сделал ребенку, то я бы искала не стресс. Я бы искала физическое насилие, приведшее к черепно-mozgovой travме. Deyir ki, əgər mən bunu sözlə olan travma kimi yox, əgər ata hər hansısa bir fiziki təzyiq göstəribsə, uşaq buradan yəni beyin travması alıbsa, yəni fiziki travmadan söhbət gedir, təzyiqdən söhbət gedir. Yəni bu psixoloji travmaya çevrilmir, hə? Нет, это не психологическая травма, это физическая травма. Yəni deyir ki, bu psixoloji travmadan